Salam, hər vaxtınız xeyir. Findin Akademi YouTube kanalında növbəti podkast çəkilişindəyik. Bugünkü qonağım həmkarım Elvin Əsədovdur. Elvin, istəyirsən özü qısa formada təqdim edə bilərsən bizə? Ümumiyyətlə neçə illik təcrübən var, hansı sahələrlə işləyirsən və s. Salam, bugünkü podkastda üzr istəyirəm. Problem Stop olacaq da. Hə. Birinci dəfədir prosta. Bu podkastda dəvətiniz üçün çox sağ olun. Mən Elvin Əsədov, artıq 18 ilə yaxındır ki, bu IT sahəsində çalışıram. Və son 3 ilə yaxındır remote olaraq fəaliyyətimi davam etdirirəm. Sən 3 il Minskdən nə vaxt qayıtmışdın? Biz səninlə bir yerdə Minskdə bir yerdə olmuşuq, orada işləmişik. Mən 2020-də qayıtmışam. Mən 2023-də. Sən gec qayıtmısan. Sən sonradan sən oradan məni orada yola salıb sonra qayıtmışdın. Yola salmışdım aeroporta qədər. İndi yadıma düşür. Sən mən bilən mənimlə eyni bənzər stackdəyik. Yəni olaraq backend developer, C#, başqa nəsə var. 18 il yəni C# ilə. Azərbaycanda işləmisən də hardasa bizdə. Azərbaycanda harda işləmişdin? Bəli, əsasən təcrübəm bu C# ilə-dir. Yəqin ki, işlədiyimiz texnologiya yüksək səviyyədə bir-birinə oxşayır, yüksək faizlə. Digər dillərdə də yazmışam və Azərbaycanda işlədiyim müddətdə C# ilə yanaşı Java-da da yazmışam. Digər müddət ərzində yazdığım dillər olub fərqli, məsəl üçün Golang. Amma özümü daha rahat hiss edirəm sırf bu C# məndə də elədir. Məndən kimsə soruşanda həmişə deyirəm ki, mən prime language kimi, məndə C#dir. Orada özümü çox rahat hiss edirəm. Yerdə qalan hər şeydə yazmaq olar, amma o özünü rahat hiss elədiyin dil var da. Elvin, bugünkü mövzumuz uzaqdan iş və ya da remote deyək də, remote işdir. Sən məsələn 3 ildir işləyirsən remote işlə. Ümumiyyətlə remote iş deyəndə bir proqramçı üçün nədir, yəni həyat tərzi olaraq ümumiyyətlə remote iş deyəndə biz nəyi nəzərdə tuturuq? Əslində düzgün vurğuladım. Bu bir həyat tərzidir. Çünki bizim mən öz təcrübəmdən danışacağam. Mənim belə deyək, hər bir kəsin bir həyat tərzi var. Mənim həyat tərzimə uyğun iş mühiti remote işdir. Nəyə görə? Çünki mən əvvəllər Azərbaycanda işləyəndə bu belə deyək, probkalı şəraitdə işə çatmaq, gecikəcəm, biraz problemlər çıxacaq falan kimi fikirlər məni həmişə narahat edirdi. Amma sonra müəyyən vaxt keçdikcə gördüm ki, mənim həyat tərzimi dəyişməliyəm və mənə uyğun həyat tərzi sağlam həyat tərzini bir qurmalıyam. Yəni idmanla məşğul olmalıyam, daha çox təbiətdə istirahət eləməliyəm və bu baxımdan düşündüm ki, işimi də bir həyat tərzimə uyğun görməliyəm. Bu baxımdan belə deyək, işim mənim üçün həyat tərzimdir. Bir növ həyat tərzimin bir hissəsidir. Bir-birindən qopartmıram onları. Məsələn, mənim özümdə olub ki, yolda remote işləyəndə də, yolda gedə-gedə deploya ehtiyac olub. Maşın saxlayıb, maşının arxa oturacağında oturub deploy eləmişəm və s. Səncə biraz komfortludur, düzdür, amma biraz da diskomfort var da orada. Məsələn, normal sosial həyatının içinə salırsan da elə bir remote işləyəndə. Adi elementar işdə sən işə gedirsən. Evdəkilərə deyirsən ki, işə gedirəm. Amma bir də var ki, evdəkiləri izah edə bilmirsən ki, remote iş nədir, yəni. Düzdür. Burada bir məsələ var. Biz əgər yola çıxırıqsa, bunu əvvəlcədən planlı şəkildə eləməliyik. Həm işdəyəm, həm də sakitcə gedim 1-2 saata çataram hansısa bir yerə və həmin müddətdə sənin planında əslində bir dediyin kimi deployment planlanıbsa, yadına düşürsə, əlbəttə maşını saxlayacaqsan, arxaya keçəcəksən və maşını məsəl üçün rayon yerinə getmisənsə, trasta saxlayasan, biraz daha... Başıma gəlib eynisi yüzdə. Mənə də gəlib. Ona görə 2-3 dəfə bunu eləyəndən sonra qərar aldım ki, yəni açıq-aşkar götürürsən, planlayırsan və lazımdırsa məzuniyyəti götürürsən, işi görürsən. Məndə olmuşdu, sadəcə deploydan sonra problem çıxmışdı, hotfix-ə ehtiyac var idi. Yəni deploy eləmişdi, güman edirdin ki, hər şey yaxşıdır. Sonra məlum oldu ki, nəyəsə vurub sındırmışıq və məcbursan
yəni yenidən deploy eləyəsən, həmin vəziyyət yaranmışdı. Sən hal-hazırda işlədiyin şirkət remote first şirkətdir, yoxsa necə? Remote first dedikdə nəzərdə tuturam, ta ki şirkətin əksər işçiləri remotedur. Məsələn, sən burdan işləyirsən, o birisi başqa bir time zone-da, Kanadadan qoşulur, o birisi oradan qoşulur ümumiyyətlə. Onlar tam remote first şirkətdilər. Deyərdim, bəli. Çünki bizdə hal-hazırda şirkətdə fərqli lokasiyalarda çalışan mütəxəssislər var. Ən azı indi çobudca hesablasam, yadıma düşənlər 6-7 dənə lokasiya var. Norveqiyada oturanlar var, Polşada oturan var, Avropanın müəyyən şəhərlərində. Azərbaycanda da var, ətraf qonşularımızda da var və belə deyərdim, bunların balaca bir ofisi var Polşada. Amma hətta Polşada oturanlar belə heç ofisə getmirlər. İstənilən yerdə oturub işləyə bilərlər. Anladım. Onlar da yəni sərbəst şəkildə ofisə istəyirsən gəl, istəyirsən gəlmə. Yəni burada bir məqam var da, remote iş. Remote iş kiməsə uyğun ola bilər, kimə görəsə yox. Məsəl üçün çox sərbəstlik verir adama və bu sərbəstliyin içində adam özünü itirə bilər. Və belə olan halda şirkətin məsəl üçün ofisi var Polşada, o tip adamlar gəlib ofisdə otura bilər. Çünki deyər ki, ofis mənim üçün belə deyək, özümü işdə hiss edirəm. Mənə onu deyiblər. Eynisi danışmışam da. Mən məsələn Azərbaycanda indi şirkətlərlə münasibətimiz var, əlaqə var. Orada da görürəm ki, bəzi şirkətlər remote işi dəstəkləmirlər və yaxud da hələ də buna hazır olmadıqlarını düşünürlər. Məsələn Azərbaycan reallığında. Necə düşünürsən? Səncə bizdə nə vaxtsa şirkətlərin əksəriyyəti remote işə keçə bilərlər? Çünki məntiqlə evdə gördüyün işlə ofisdə gördüyün iş yəni eyni olmalıdır. Amma niyəsə bizdə eyni olmur. Sən necə düşünürsən? Yəni Azərbaycanın qayıdandan sonra köhnə iş yoldaşlarımla danışdım. Bu pandemiya dövründə müəyyən şirkətlərimiz bir növ məcburiyyətdən remote işə keçid elədilər. Amma danışdıqları o oldu ki, yəni keyfiyyət o keyfiyyət deyildi. Və bu pandemiya dövrü bitəndən sonra onlar remote təklifi sürsələr belə rəhbərlik tərəfindən dedilər ki, pandemiya yoxdursa işdə işləyin. Çünki belə bir düşüncə var. Yəni işçi yanımda deyilsə, nəzarətimdə deyilsə işləməyəcək. Və həmin mütəxəssislərlə danışdığım müddətcə onların gileyləndiyi bir məqam var idi. Yəni açıq-aşkar onu müdiriyyətə deyə bilmir, amma mənə deyir və səbəb problem ondan ibarətdir ki, öz iş qrafikini qura bilmirlər. Yəni mən remote işləyəndə, yəni mən evdəyəmsə, məsəl üçün gəlin bir dənə çörək alım, birdən görürsən ki, McDonald's-da oturub məsəl üçün burger yeyirsən. Yəni kontrol edə bilmirsən. Eynisi başıma gəldi Azərbaycan. Harca 3-4 il bundan qabaq. Mən çalışırdım ki, şirkət daxilində remote iş olsun və şirkət rəhbərləri razılaşmışdıq. Sadəcə nə idi məsələ? Onlar deyirdilər ki, amma müəyyən saatlarda mütləq işdə olmalısan. Tutaq ki, remote olsa belə səhər saat 10, axşam saat 5 sən yazanda, eləyəndə kompüterin qabağında olmasan və işləməlisən. İndi ortada onsuz da ofisdə də bütün gün kompüterin qabağında oturmursan və rəhbərlik mənə bunu dedi ki, mən bulvarda gəzəndə necə olubsa oradan keçib və komandanın 3 üzvünü bulvarda gəzən görmüşəm. İş vaxtı. Yəni bu biraz şəxsi məsuliyyətlə də deyək ki, əlaqəlidir. Biraz həyat sən dediyin o çörək almağa çıxıb gedib McDonald's-da oturub çörək yemək. Sanki bizim hələ ki tam iş mədəniyyətimizə də uyğun gəlmir remote iş. Mən başa düşürəm. Mən bunu görürəm. Çünki mənə deyiblər ki, mən evdə işləyə bilmirəm. Məsələn, mən evdə heç vaxt işləyə bilmirəm. Pandemiya dövründə icazə alıb ofisə gəldim. İminə özü üçün icazə istəyib. Deyib ki, mən evdən işləyə bilmirəm. Yəni mən mütləq gəlib ofisdə oturmalıyam, yoxsa yatacağam yəni. Yəni bu mövzu ilə bağlı qrup yoldaşlarımla danışmışam. Onlar da adamdan adama dəyişirdi. Adam var heç belə deyək, remote işi qoyaq bir qırağa. Bu
hər 5-ci günə belə deyək də qızıl gün kimi baxır. Yəni 5-ci gün gəldi, axşam gəlirəm, otururam uşaqlarla əyləncə olacaq da. Yəni və yaxud da hər gün işdən sonra gəlib oturmalıyam. Bu mənim üçün vacibdir. Bunsuz mən stress ata bilmirəm falan beşməkan. Və pandemiya dövründə qrup yoldaşlarımdan bəziləri dedi ki, yəni mən icazələr alırdım ki, iş evdən çıxım, çünki çox otura bilmirəm evdən. Yəni mənim üçün şəxsən evdə oturmağın üstünlükləri var. Ümumiyyətlə özüm hər hansı belə deyək, kofe shopda oturmaq mənim üçün rahat deyil. Çünki istər-istəməz səs-küyü var, istər-istəməz. Mən çox vaxt naushnik çıxardıram. Qulaqcığı. Bizdə bu dəqiqə kofe shopları da diskoya çevirdiklərinə görə böyük əksəriyyəti biraz mən də onu hiss eləmişəm, mən diskomfortunu. Yəni kofe shopa gedirəm, mən qulaqcığı çıxardığım təqdirdə səs-küy mənə mane olur. Amma evdə konsentrasiya öz müəyyən bir dairəm var və orada otursan sakit və üstünlüklərindən biri də ki, öz şəxsi işlərini işlədiyin müştəri şirkətin işçiləri işə çıxmamışa qədər görə bilərsən rahat. Və bayaq dediyim məsəl üçün 10-dan 5-ə. Bizdə məsəl üçün o qədər ciddi nəzarət yoxdur. Bizdə 2 vaxt ayrılıb. Birinci vaxt lokal belə deyək, öz eyni dildə danışan rus dilli uşaqlar deməli görüşürük, danışırıq. O da gəlir çıxır günorta vaxtları. Sən daily stand-up kimi deyirsən. Daily stand-up öz aramızda bir sinxronizasiya edirik, yəni nə elədik, nə gördük falan və bundan sonra yenə rahatsan. Cəmisi özümüz də başa düşürük də, yəni meeting adına görə meetingin yaratmanın adı yoxdur. Bizim gündəlik məcbur orada olmalısan deyə 20 dəqiqəlik vaxt tələb olunur bizdən. O da günorta saat 4-5 arası. Bu da odur ki, yəni müştəri ilə danışığa keçməmişdən əvvəl görək vəziyyət necədir vəbşi. Bu demo meeting kimi, bir növ. Və hər şey əgər yaxşıdırsa, öz aramızda həll edilsə, axşam da müştəri gəlir, orada otururuq yenə yarım saat danışırıq, təqdim edirik. Bir çətinliyimiz, sıxıntımız yoxdursa, rahat buraxırlar. Və burada yəni yenə cəmisi 1 saat gün ərzində səni sıxırlar meetingdən. Olur, yəni başa düşənlər bilir bu Scrum meetinglər falan. Olur, həftədə, 2 həftədən bir, hansısa bir müddətə 1 saatlıq. Onu da əvvəldən bilirsən onsuz da çox var. Onu da bilirsən, planlayırsan və sual çıxır. Okay, 1 saat səni axtarırlar. Məsələ axı burada biraz başqa cür səslənir. Tapşırıq var. Və ortada qalan o müddəti sən özün istədiyin vaxtda planlayırsan. Məsəl üçün, mən gündəlik iş mühitim həftənin günlərinə görə fərqlidir. Mən şəxsi, məsəl üçün, iş təqvimimdə, belə deyək, şəxsi iş təqvimimdə şəxsi görüşlərimi, indiki görüşümüzü məsəl üçün bloklamışam. Yəni, o vaxtda heç kim mənə miting qoymur. Və bir gün əvvəldən də heç kim öz aramızda danışmışam. Məsəl üçün, bugün miting qoyuram saat 2 saatdan sonra görüşümüz var. Ondan rahat imtina eləyə bilərik. Və bu baxımdan hər şey kontroldadır və qarşı tərəfdə səni nəzarət deməzdim. Yəni bilir ki, bu Elvin müəyyən saatlarda yoxdur, şəxsi işi var. Biz əvvəlcədən planladığımız vaxtlar o yerində olacaq və sənin bir məsuliyyətin var da, yəni işi görməlisən. Bunu heç kim sənin yerində görməyəcək. Və ortada məsəl üçün 6 saatlıq boşluq varmı? Bölürəm onu 2 saat lap səhər, saat məsəl üçün 6-da dursam, 8-ə qədər görürəm, 2 saatım getdimi? Sonra məsəl üçün gəlib idmanımı edirəm. Lazımdırsa uşaqları yerbəyer eləyirəm. İndi yayda daha da rahatlayıb, heç yer aparmıram. Və sonra da 2 saat bölürəm və beləcə Sənə elə gəlmir ki, məsələn, sən də danışırsan, özüm də düşünürəm. Bir şirkətdə remote işləmək üçün şirkətin rəhbərliyi də, belə deyək də, menecment tərəfi də remote işin nə olduğunu bilməli və ona keçə bilməlidir.
Məsələn, sizdə indi yuxarıda menecer, PM və s. onların əksəriyyəti remote işləyirlər yəqin ki. Hətta onlardan yuxarıda olanlar da məsələn head of-lar da yəqin ki remote işləyir və onların hamısı remote işləmə mədəniyyətini özlərində formalaşdırıblar. Məsələn, adi misal üçün dediniz, saat 2-də olacaq mitinqdən mən istəsəm imtina edə bilirəm. Normal bir şeydir əslində. Yazırsan ki, mənim update-im budur. Məsələn, mən bu taskları işləyəcəm. Və yazırsan ki, bu gün bu mitinqdə ola bilməyəcək. Heç kim oturub onu sorğulamır ki, görəsən Elvin burada niyə yoxdur? Yəni o rəhbərlik tərəfdən də o cür yanaşırlar. Məsələn, məndə olub iş qrafikim UTS -4-ləndir. Təzə o bir tərəfdəndir. Elə ki biz +4-dəyik. Arada bir mən axşam yatmağa gedəndə onlar yuxudan dururlar. Və daily meeting mənim axşama düşürdü. Məsələn, saat 5-də, 6-da. Bir dənə saat desən səhər 10-a düşür onlar da. Bir dənə meeting olur, sonra sağollaşırıq. Amma bizim bir də komandanın elə bir ki, bu yer kürəsinin bu bir üzündə olan komanda üzvlərində özünün ayrıca bir daily meetingi var. O da 15 dəqiqə çəkir. 15 dəqiqə ərzində hər şey müzakirə olunur əslində. Yerdə qalan onsuz da private danışırsan, hər şey müzakirə olunur, hər işində gedir. Yəni normal formada gedir. Mən belə düşünürəm. Sən hal-hazırda işlədiyin şirkət neçə il işləyirsən o şirkətdə? 3 ildir. Hə, Azərbaycana gələndə sən Minskdən işlədiyin şirkət idi, elə səhv etmirəmsə. Bəli, eyni şirkətdir. Remote olaraq elə orada da 1 il işlədim həmin şirkətdə. Pandemiya dövrünə düşmüşdü. Yox, əslində pandemiya dövründə başqa şirkətdə işləyirdim. Bu müəyyən siyasi məsələlərlə bağlı o şirkəti bağladılar. Orada da biz pandemiyadan 1 il ərzində tam olaraq belə deyək, əvvəlcə remote, sonradan hibrid, amma heç kimi hibridə məcbur eləmədilər. Dedilər, ofisə gəlmək istəyən varmı? Mənə də hər şey təmin eləmişdilər, göndərdilər, öz kuryer şirkətləri vardı. Evdə bütün şəraitimi qurdular. Və ona görə də mən evdə özləri şərait qurdular. Bəli, mebelinə qədər gətirdilər, qoydular, monitoruna qədər. Bəli, bu keyfiyyətdə işlədilər. Mən bir Estoniya ilə bir şirkətlə işləyirdim o vaxt. Onlar nə edirdilər? Həftədə bir dəfə team building eləyirdilər, amma remote. Adamlar Estoniyadan Voltla yemək sifariş verirdilər. Bura Azərbaycanda və kim hansı ölkədədirsə, onlara Voltla yemək sifariş verirdilər. Məsələn, mənə dedilər ki, Elvin, bugün nə istəyirsən? Girirdi, baxırdı Azərbaycan restoranına, menyuya baxırdı. Həmin menyudan yeməkləri sən seçib göndərdin ora, o da sənə göndərdi. Orada kuryer də gəldi, o çatdıran kuryer də deyir, bu kimdir belə? Nömrəsi də başqadır. Başqa ölkədən sənə üçün sifariş verirlər. Deyirəm, oradan hədiyyə eləyiblər də. Yəni remote iş olaraq onlarda bir mədəniyyət formalaşıb. Mən indi hal-hazırda çoxlu şəxsi əşyalarım var. Və remote işlədiyim bir şirkət vardı, Ukrayna şirkəti. Onlar göndərirdilər. Köynəyi, çaşkası, ruçkası, yəni qələmi, hər bir kitabça. Yəni oradan postla göndərir. Məsələn, şirkətə başlamısan, 2 aydan sonra sənin postun gəlir. İnsan özünü yəni qismən dəyərli hiss edirsən də. Yəni remote işləsə də, remote komponent olsa da öz o mədəniyyətini saxlayıb. Yəni iş mədəniyyəti, remote olsun işləyirsən. Mən məsələn mən heç vaxt görmədiyim adamlarla çox səmimi münasibətlərim var. Yəni remote işləyirsən, çox qəşəng zarafatlaşırıq. Yəni belə çöldə görsən tanımıram, amma bir profil şəkli var, amma görsən ki, çox səmimi münasibətin yaranır. Sən biraz da bu remote intervyulardan danışaq. İntervyu prosesi necə getmişdi, yadındadırmı? Yəni ümumiyyətlə hansı formada idi? Deməli orada bir məqam oldu. Bu şirkət bağlandı və təzə iş axtarmalıyam və siyasi vəziyyət də regionda bərbaddır və olduğum ölkədə də IT şirkətləri çıxıb gedirdi. İş tapmaq çətinləşirdi. Və belə olduğu təqdirdə artıq mən iş yerim yoxdur deyənə xarici ölkədə qala bilmirdim və çıxıb gəlməli idim Azərbaycana. Və bir dənə iş təklifi olunmamışdı, amma intervyu keçmişdim. Dedilər ki, 2 həftəyə ancaq cavab çıxacaq. Gördüm çatdırmıram. Cərmənəcəksən. Son ümidim o idi. Elə oldu ki, 2 həftə qalmış falan LinkedIn-də səhv eləmirəmsə mənə çıxdılar. İndi yadıma düşdü. LinkedIn-də idi. Bir də recruiter çıxdı ki, bəs
belə bir şirkət istəyər intervyuya çağıraq, şərtləri danışdıq falan beşməkan və texniki dedim ki, məsələ budur. Xarici vətəndaşam, tez iş tapmalıyam. Dedi nə qədər vaxt? Dedim bu qədər vaxtım var da. Dedi həll eləyərik. Onun da marağı var çünki pul qazanacaq yekunda məni tapdığına görə. Biraz bonus alırlar səhv etmirəmsə. Hə, bonuslar var. Və intervyu təyin edərlər 2 gündən sonra. İntervyu oldu deməli qarşı tərəfdən 2 proqramçı ilə. Texniki intervyu idi, artısa saat yarım keçmişdi. Və ondan sonra bu intervyunu lazımi qaydada keçdik və ondan sonra təklifdən öncə CEO ilə danışdım, şirkətin CEO-su ilə. O da danışdı, o da maraqlandı, vəziyyət necədir falan beşməkan və yekunda ona da vaxtımın az olduğunu dedim və dedi ki, narahat olma, bəs geri dönüşlər yaxşı olub, təklif hazırlayırıq və mən hə deyirəm. Yəni bir növ şans məsələ tez bazar. Hə. Amma burada bir məqam vardı ki, bu mən o vizanı belə deyək, icazəni almaq üçün gərək Yüksək Texnologiya Parkı nəzdində olan bir şirkət tapmalıydım. Çünki dövlət orqanları və yaxud da o Yüksək Texnologiya Parkının rezidensiyası olmayan şirkətlərdə xarici vətəndaşlar üçün icazə almaq biraz çətindir. Məsələn, sən bayaq qeyd elədin, intervyuda 1 saat yarım. İntervyu sən rus dilində olur, yoxsa ingilis dilində? Desən rus dilində sən yaxşısan, rus dilində ola bilər intervyun, ona görə soruşuram. Ümumiyyətlə mənə bu rus dilli ölkələrdə işləmək daha rahatdır. Hə, bilirəm, sən rus dilini bilirsən ona görə. Əsas intervyular adətən orada necə olur? HR-la ingilis dili yoxlayırlar. İngilis dilində necə danışırsan, başa düşürsənmi, onların qoyduğu səviyyədə bilirsənmi, onu yoxlayırlar və texniki intervyu hər 2 dildə aparıla bilər. Çünki yekunda işçilərin çoxusu rus dillidir orada. Və mən də seçim kimi daha rahat olsun deyənə rus dilini seçirəm. Rus dili mənim üçün daha rahatdır. Amma bu intervyuları keçəndən sonra texniki intervyunu indi yadıma düşdü. Müştəri, yəni Amerikada olan şirkətlə ikinci bir intervyu olur həmişə. Internal deyirlər, daxili bir intervyu eləsinlər. Bəli, orada mən deməli CTO, bir də product owner. Onlarla görüşdüm və orada bir mənalı, yəni Amerikada və ingilis dilində danışdım. Ümumiyyətlə sən özün bilirsən ingilis dilinin səviyyəsi nədir? Mən məsələn bilmirəm. Mən hal-hazırda hansı leveldə ingilis dili bildiyimi bilmirəm. Mən ingilis dilinin qrammatikası sıfırdır demək olar. Məndə hazırda ancaq texniki səviyyədə ingilis dili çox yaxşı olduğunu bilirəm. Yəni intervyuya girim, texniki intervyuya mən hər hansı bir problem yaşamıram. Ancaq belə sosial kommunikasiyada biraz sözlərdə, seçəndə, eləyəndə zəif ola bilər. Amma ingilis dili levelim yoxdur. Sən ümumiyyətlə bilirsən özündə ingilis dili levelinə nə tələb olunur yəni işdə? İngilis leveli ümumiyyətlə müəyyən şirkətlərdə biz ikimiz də EPAM-da işləmişik. Orada müəyyən bir proses var. Mütəmadi olaraq işçini yoxlayırlar və təklif edir ki, o yoxlanışı keçsinlər və yaxud da özün yaxınlaşsan ki, mənim ingilis dilim artıb bir dənə yoxlayın. Çünki orada bir profil olur və profildə göstərirlər ki, məsəl üçün Elvin müəyyən vaxtlarda B1 olub, sonra B2 olub. Assessmentində, qiymətləndirməndə də önəmli olur. Məsələn, maaş artımı istəyirsənsə və s. O prosesdə onu qeyd edirsən. Var. Onu mən yadımda da EPAM-da da elə idi. İndiki şirkətdə də var. EPAM kimi deyil, bu biraz bir qədər balaca şirkətdir. EPAM qədər qlobal bir şirkət deyil deyərdim. Amma burada da özün məsəl üçün öz səviyyəvi qaldırmaq yaxud da öyrənmək istəyirsənsə, bunların öz daxili kursları var və yaxud da outsource elədikləri bir müəllimlər var. Onlarla girirsən və danışıq ərzində deyə bilər ki, neçənci səviyyədə. Demək olar bütün işlədiyim şirkətlərdə xaricdən söhbət gedir. Daxili ingilis dili kursları olub. İngilis dili sinifləri olub. Əvvəlcə gedirsən, səviyyə imtahanı verirsən, müəllimlə təkbətək danışırsan, sənə bir məsələn B1, B2, C1, C2 bir şeylər müəyyənləşdirir sənin üçün, qeydiyyat aparır, sonra səni kursa yazırlar və heç bir şey ödəmirsən
və iş saatından da sayılır. Yəni tutaq ki 1 saat ora qoşulursansa, bilirsən ki 1 saat mən ingilis dili kursuna qoşulmuşam. Bunu işləməmişəm. Yəni işdən kənar deyil də, işin daxilindədir. Əlbəttə. Sən necə düşünürsən, ingilis dili ilə işini yaxşı bilmək arasında nə kimi əlaqə var? Yəni məsələn mən ingilis dilini daha yaxşı bilirəm. Nə üçün sual verirəm? Mən eşitmişəm ki, bəzən Azərbaycanda da deyirlər ki, mənə işçinin ingilis dili bilməsi lazım deyil. Kodun yazsın. Kodunu yazsın. Mənə onun ingilis dili bilməsi lazım deyil. Necə düşünürsən, bir proqramçının keyfiyyətini nə qədər müəyyənləşdirir dil? Proqramçı deyirik də burada. Proqramçı hər adam üçün bir fərqli bir anlayışdır. Yəni proqramçı var, özünü görür sırf koder kimi. Yəni mən kod yazanam. Mənə əl dəyməyin, mənə tapşırıq verin, işimi görəcəm. Amma müəyyən səviyyəyə gələndən sonra sən artıq belə deyək də kod yazmaq sənin üçün standarta çevrilir. Bu sənin əsas görəcəyin işdir. Amma yekunda sən bir sistem dizaynla məşğul olmalısan. Arxitektorla fikir mübadiləsi apara bilməlisən. Və bu səviyyədə sənin danışıq qabiliyyətin, soft skilllərin yerində olmalıdır. Və ingilis dili bilmirəm, kimsə deyə razı olmaya bilər, amma yəni bütün texnoloji yeniliklər ingilis dilində yaranır. Düzdür, mən əvvəllər bu sahəyə başlayanda mən bütün kitabları rus dilində oxumuşam. Amma o kitabların buraxılış dilinə baxarında gördüm ki, 2 ildən sonra tərcümə olunur. Və yəni sən geridə olursan. Eynisini mən türkcədən yaşamışam. Biz universitet vaxtı türkcədən oxuyurduq. Bir müddətdən sonra mən özümə söz verdim, ümumiyyətlə türkcə heç nə oxumayacağam. Keçdim ingiliscə oxumağa, amma bəzi dostlarım, tələbə yoldaşlarım türkcə oxumağa davam edirdilər. Və bir müddətdən sonra indi eyni ixtisasdasan, nəsə söhbət eləyirsən də, görürdüm ki, həmin adam məndən hardasa bir 2 il daldadır. Yəni deyirəm, sən hələ bundan indi xəbərin var, mən filan kitabdan oxumuşam. Yəni hələ tərcümə olunub gəlib türkcəyə o gəlib çatmayıb. Amma sən ingilis dilində olduğuna görə və birinci əldə ingilis dilində bu məlumat çıxdığını, resurs çıxdığına görə sən artıq daha rahat, daha öndə olursan. Yəni ingilis dili digərlərinə nisbətən səni daha qabağa aparır. Elədir. Mən son təcrübəmdən danışım. Sırf bizə yeni bir team lead gəldi komandamıza. Customer tərəfdən yox, sırf bizim şirkət tərəfdən customer'a belə deyək, təqdim olunmuş team lead. O uzun müddət team lead vəzifəsində işləyib, menecerlərlə birbaşa ünsiyyətdə olub və onun ingilis dilisi kifayət qədər yüksək səviyyədə idi. Və onun belə deyək, menecerlərlə özünü rəftar, hansı sözü nə vaxt demək qabiliyyəti biz adi proqramçılardan belə deyək də, sırf texniki səviyyə istiqamətdə inkişaf edən proqramçı. Ola bilər o bizdən hansı səviyyədə zəif ola bilər texniki baxımdan və yaxud da eyni səviyyədə ola bilər. Amma o team leaddir. Səbəb ingilis dilisi bizdən kifayət qədər yüksəkdir. Və menecerlərlə hansı sözü demək olar, nə vaxt dayanmaq lazımdır, onu çox gözəl bilir. Yəni bu onu sübut edir ki, ingilis dili bir mənalı lazımdır. Həmçinin kommunikasiya üçün də yəni yüksək olmalıdır. Mən məsələn bəzən danışıram ingilis dilində, tutaq ki, remote işdə və s. Kimlə xarici ilə danışırsan da, həmin adamla söhbət edəndə görsən ki, texniki cəhətdən ingilis dilini bilirsən, xub, yaxşı, əla, amma bir də həmin adamla kommunikasiya qurmalısan, ünsiyyət qurmalısan. Orada artıq ingilisin səviyyəsi daha çox vacib olur. Remote işlərdə əksəriyyət outsourcing olduğuna görə düşünürəm, onlar fikirləşirlər ki, developerın nə qədər ingilis dilini yaxşı bilsə, mənim müştərimlə o qədər daha yaxşı ünsiyyət quracaq. Və bu mənə plusdur. Müştərinin mənə verəcəyi feedback yəqin ki, yüksək olur. İngilis dilinə görə uyğun olur. Amma Azərbaycanda məsələn, əksəriyyət dövlət layihələri işləyirlər və onlara maksimum arada bir rus dili lazım olar. Amma belə ingilis dili lazım olmur. Mən düşünürəm, yəqin bu səbəbdən ola bilər ki, bəzi şirkətlər düşünürlər ki, proqramçı ingilis dilini bilməsə də olar. Amma unutduqları bir şey var məncə. Yəni kod yazanda keyfiyyətli olmayacaq. Çox qəşəng bir məqam oldu. Yəni yazdığımız kod nə dildə yazırıq? İngilis dilində yazırıq. Yəni qrammatikanı belə deyək də düzgün bilməsən, sual məsəl üçün müəyyən variable, yes, dəyişən.
dəyişən. Rahat ol terminlər. Mən bilirəm bir dəfə bizə axırıncı podkastda irad tutublar ki, niyə terminlərdən istifadə edirsən. Rahat ol. Yəni bu ixtisas ingilis dilində yazılır, ingilis dilində oxunur. Bizim başqa var, kodu ingiliscə yazırıq. Ona görə də yəni normaldır yəni. İngilis dilində qrammatikası var. Sual hansı formada qurulur? Dəyişənlər də məsəl üçün bir sual formasında olan bir boolean tipli bir dəyişənsə, izi axırda qoysan, ingilis dilini bilməsən, yəni düz əmələ gəlmir də. Yəni yekunda ingilis dili lazımdır. Məsəl üçün xüsusi bir məqamlar var da, choose, choice bu formada səhvlər edə bilərsən və dil daşıyıcısı bu səhvləri görür və ona kifayət qədər yaxşı olmayacaq kodun üzərindən keçmək falan. Bir də eyni dil yaranmaq anlayışı var da, yəni komanda daxil eyni dil. Sən tutaq ki, kodu ingiliscə yazırsan, hər şey ingiliscədir. Mən tələbə vaxtı universitetlərimizin birində magistr oxuyurdum. Onların daxili sistemi var idi və bunu türklər yazmışdılar. Türklər də sağ olsunlar hər şeyi tərcümə edirlər axı onlar. Yəni bütün hər şeyi tərcümə edirlər və exception part deyirdi, orada xəta alırdı proqramda bəzi yerlərində. O istifadə elədiyi kod çıxırdı source kimi UI-ya. Orada da waveforms yazılmış səhv. Okay. Orada yazılmış ki, metodun adını yazır. Git getir. Git TLB data getir. Yəni belə yəni sırf kod cəhətdən məlum olur ki, yəni ingilis dili əslində daha lakonikdir. Yəni bəzi şeyləri biz tutaq ki, if dendirsə, əgər belədirsə bu olsun kimi bir mülahizə deyə bilirik, amma bunu koda gətirib yazanda ingilis dili daha effektivdir. Yəni sən ingilis dilini bilməlisən. Elvin bəy qeyd elədin, LinkedIn-də sənə yazmışdılar. Burada əslində təzə başlayanlar üçün də, ümumiyyətlə bu sahəyə yönələn insanlar üçün də önəmlidir. LinkedIn nə qədər önəmlidir? Bir proqramçı üçün. Mənim belə deyək, xarici deməli karyera dövrü mənim üçün LinkedIn-dən başlayıb. Məndə də. Növbət, yəni birincidən bu 4-cü şirkətdir və bu 4 şirkətin hər biri mənə LinkedIn üzərindən çıxıb. Yəni bu qədər. Yəni amma yəni sən LinkedIn profilini update eləmisən də, ora məlumatlar yazmısan. Bir aktivliyin olub LinkedIn-də ki, onlar səni tapırlar yəni. Skill setin orada qeyd eləməkdir, təcrübəni orada qeyd eləməkdir və s. yəni up to date saxlamaq LinkedIn mən profilini. ümumiyyətlə bu belə deyək də GitHub yadımda deyil. Yəqin hardasa 2013-lərə gedib çıxar, bəlkə də biraz tez. LinkedIn də həmin ərəfələrdən biraz tez açmışdım Azərbaycanda olanda və həmişə up to date saxlamışam. Yəni skill set, hansı şirkətdə işləyirəm, nə yazmışam, mənim bu proyektdə gördüyüm işlər, hansı stack, buna up to date həmişə saxlamışam. Hətta juniordan olanlar belə qalır orada. Hamısı oradadır bu dəqiqə. Yəni bir növ CV-ni təqdim eləyəndə onu bir qədər dəyişirəm. İş gedəcəyim bilirəm, position uyğun olaraq. Götürüb orada juniorda hansısa bir WinForm-da nəsə yazmışam, ona maraqlı olmuyor. Onu yaz. Amma yəni istinad kimi LinkedIn profilim var. Girib orada maraqlana bilər və baxır. Mən də elə düşünürəm. Yəni LinkedIn-də əgər aktiv saxlayırsansa, up to date eləyirsənsə, demək olar CV-yə ehtiyac qalmır. Yəni əgər adamın LinkedIn-ə aksesi varsa, girib sənin profilinə baxırsa, özü kifayət edir. Recruiterların əksəriyyəti də elə ona əsaslanırlar. Düzdür, texniki komanda GitHub-a baxır. Amma recruiter komandası sənə daha çox LinkedIn profilinə baxırlar. Mən əslində təkcə LinkedIn deyil, bəzi platformalar var. Orada da qeydiyyatdan keçirtmişəm özümü. Cini və s. yoxsa? Bəli. Məndə də var. Əsasən CIS regionu üçün olan platformalardayam. Və orada da həmişə bütün belə deyək sosial şəbəkə sosial şəbəkə linklərimi istinad olaraq qoymuşam. Yəni hər hansı bir platformada məni tapan adam digərlərini LinkedIn-ə yönəldirəm və LinkedIn-də də məsəl üçün getdi oradan GitHub-ıma link var və bu formada çox nadir hallarda yaxşı analiz aparmayan recruiter deyir ki, zəhmət olmasa GitHub-ınızı göndərin. Onda göndərirəm, amma hamısı hər bir şəbəkədə link kimi bir o əslində çox vacib. Mən proqramçı tanıyıram, deyir ki, iş yerimi dəyişmək istəyirəm, iş yeri yoxdur deyir.
Deyirəm ki, Facebookda, LinkedIn-də və s. yerdə aktivliyim var. Deyirəm, dur səni nətər tapsınlar. Remote iş axtarıram, mən də tapa bilərəm. Səni nətər tapsınlar? Sənin LinkedIn profilin up to date deyil, Stack Overflow-da aktiv deyilsən. İndi Stack Overflow ölüb də indi ChatGPT-dən sonra. GitHub-da və s. yoxsan. Necə əlini çiynəyib sən yeri bilməyəcək. Ən azından mən görürəm ki, yəni səndə də məndə də elə olub. Mən ilk Minskdə də bir yerdə getmişdik də. Minskdə olanda da ora gələn recruiter da mən LinkedIn-dən tapmışdı əslində o vaxtlarda bir 7 il bundan qabaq. Hal-hazırda sən remote işləyirsən. Bəs qanvericiliklə necə işləri tənzimləyirsən? Hal-hazırda harda qeydiyyatdasan, necə vergi ödəyirsən və s. Yəni remote iş fikirləşəndə adam fikirləşir ki, yəni vergilərlə necə olacaq? Necə bu ilə rəftar eləyəcək? Cavab çox sadədir. Bu işin yəni mükəmməl olmayasan və bütün qanunu bilən deyilsən. Bir də mütəxəssis, yəni mühasiblə razılaşırsan və o sənin bütün işlərini görür yekunda. Və çox variantlar var. Sadələşdirilmiş vergi, nə bilim, yaxud da sırf sənin işlədiyin formata uyğun vergi ödəyiciliyi hansıdır? O suallara cavab tapmaq üçün mühasib var. Yəni mühasib yekunda deyəcək ki, bu forma sənə uyğun deyil müəyyən bəndlərə görə. Məsəl üçün xidmət sahəsi deyil, belə müqavilə bağlamalısan. Mən də ona görə gəldiyim ilk gündən hesab açdıqdan sonra yəni ilk gördüyüm adam iş mühasib tapmaqdır. Yəni mən o ilə maraqlı deyil. Ayın məsəl üçün 30-31-i o ilə razılaşmam var ki, mənə nə qədər ödəniş olunmalıdır, onu göndərsən, ödəyirəm, yəni 5-dən 10-una qədər səhv eləmirəmsə ödəniş olunmalıdır. Onu da məsələ bitir. Yəni variantlar var, bəzi adamlar fərqli yollarla bu vergini ödəyirlər və yaxud da xaricdə onu bağlayaq danışaq. Yox, deyə bilərsən əslində. Yəni narahat. Yox, bilmirlər. Ya mən sırf olaraq yəni mən adam tanıyıram. Gürcüstanda qeydiyyatdan keçib, orada vergisini ödəyir. Orada rezident alıb əslində. Yəni qanunludur hər bir şey. Hərdən gedir orada işləyir, hərdən gəlir Azərbaycanda işləyir. Yəni amma vergisini orada ödəyir. Bizim o bildiyimiz o yaralı yer söhbətinə görə oldu bu əslində. Əvvəl biz 5% ödəyirdi remote developerlar. Sonra deyəsən bunu qaldırdılar 18 nəsə oldu. Ondan yayınmaq üçün siz əlavə bir işçi götürürsən ya da sən əlavə bir işçi götürürsən, kifayət eləyir o, yoxsa? Məndə 3 işçi var. Maşallah. Amma ondan da yayınmaq üçün gəlib Gürcüstanda hesab açıb və ya da başqa ölkələrdə hesab açıb orada vergini ödəyib bir müddət orada işləyib və s. belə də idarə edənlər var. Necə düşünürsən? Səncə tələbəlik dövründə və yaxud da junior olaraq remote iş tapmaq mümkündür? Son 2 ildə eşitdiyim bir söz var, çətinləşib. Amma hamımız üçün çətinləşib bu bütün developerlar. Amma remote iş, junior olaraq remote iş tapmaq və kimsə junior olan birinə remote olaraq maaş ödəyib iş verərdi səncə? Düzünü desəm görmüşəm, qarşıma çıxıb vakansiyalar, sırf junior axtarırlar. Sən o şeylər deyirsən, junior olanları deyirsən. Onlar juniordur, amma girəndə görsən ki, Ukraynadan istəyirlər əksəriyyət. Onlar heç də məsələn Azərbaycandan bir junior developer ora. Mən sualı nəyə görə verirəm? Mən əksər təhsil mərkəzlərində görürəm bu cür reklamlar ki, kursa gəlin, remote iş tapın, xaricdən iş imkanı və s. Yəni mən bilirəm ki, mümkün deyil. Yəni bunu məsələn biz də Fənadin Akademiyada tələbələrə əvvəlcədən deyirik. Yəni deyirik ki, sən remote iş tapmağın üçün heç olmasa bir 2-3 il işləməlisən. Heç olmasa bir middle səviyyəyə gəlib çıxmalısan və yaxud da junior ola bilər istisnalar. Yəni nə qədər dərin biləsən plus çox yaxşı referansın olsun ki, yəni sən gedib remote iş tapa biləsən. Yəni junior ol. Junior deyil əslində, kursu bitirən tələbə junior sayılmır. Intern də əslində, yəni junior olmur da. Amma mən də düşünürəm, mən görməmişəm. Sən deyirsən, o gördükləri mən bilirəm, mən də görmüşəm. Amma onların əksəriyyəti Ukraynadan istəyir. Yox, düz məqamda ola bilər, elə detallarına baxmamışam. Sırf mən prosta mən maraq üçün indi junior developerlarla işləyirik. O
Mən maraq üçün girib baxmıram, görmürəm həqiqətən vakansiya varmı, yoxdur. Elədir. Junior developer olaraq birinci işləyəcəyimiz hissə bizim portfolyodur. Yəni əgər iş tapamırsansa yerində durmaq lazım deyil. Portfolyo hazırlamaq, GitHub profil, hər hansı balaca bir proyektləri görmək və bu ən azından vaxt gedir, o vaxtı itirmək lazım deyil. Yəni o vaxt ərzində də nəsə iş görmək lazımdır və yekunda belə deyək 1 il tapmadınsa, amma geriyə baxanda görəcəksən ki, 1 il ərzində sənin GitHub-ında 2-3 dənə proyekt var. Ən azından mən junior olanda nə fikir vermişdim? Bir layihəni özün götürüb işləyəndə, hətta axıra çatdırmasan belə, gedişatda çox şey öyrənirsən. Tutaq ki, sən bu gün dedin ki, mən belə bir application yazacağam, desktop application və yaxud da bir website yazacağam. O website gedişat var, arxitektura quranda və s. Bəzən olur ki, adam dizayn patterini mənim başıma gəlib. Dizayn patterini oxumadan özüm tapmışam ki, burada nəyisə ehtiyac var. Bu nəsə düz deyil. Gəl bunu bir dənə görəsən necə eləmək olar? Nəsə özümdən eləmişəm, sonra görmüşəm ki, burada belə bir dizayn patterni var imiş. Sən demə bunu cəmaət əvvəlindən fikirləş. Mən sadəcə özüm orada o velosipedi təzədən kəşf eləmək, orada kəşf eləmişəm də. Yəni görmüşəm ki, buna ehtiyac var. Bunun nəsə düz deyil bu implementasiyada. Ona görə də mən məsələn fikirləşirəm junior oldu. Gecə-gündüz proyekt işləməlidir. Bir proyekt götürməlidir. Ağlıma gəl, aç bir dənə veb saytı, tutaq ki, məşhur bizdə elan saytları və s. Başda onu yazmağa. Yaz, qoy bug çıxsın, qoy 2-3 gün fikirləş, amma portfolyon sən demiş, yəni portfolyon elə olsun ki, sən götürüb kiməsə təqdim eləyəndə göstərməyə nəyinsə olsun. Və ən azından juniorsansa, sən çoxlu kod təcrübən olmalıdır ki, sən növbəti səviyyəyə keçəsən. Yəni oturum junior olaraq 1 il bir yerdə dayanım, mən middle olmayacağam. Yox, mənim öz təcrübəmdən deyim, 2008-ci illər idi. Başlamışdım Azərbaycan, İnformasiya Texnologiya İnstitutunda laborant kimi, vaxt diplomum yox idi, yəni laborant kimi götürdülər. Orada mənim seçimim onsuz da çox deyil. Yəni nə təcrübəm var ki, müəyyən şeylərə razı olmalısan. Yəni yekunda təcrübə yığmaq naminə. Və orada yekunda heç nə eləməmək var və nəsə eləmək var. Sən demiş, yəni yekunda əlin işə öyrəşir, iş mühitinə öyrəşirsən və yekunda hər şey uğurlu olsa bir proyekt gətirə bilərsən. Yüksək səviyyədə olmaya bilər, amma bir proyekt üzərində işləyirsən. Proyekt nədir? Proyektin başlanğıcı nədir? Səndən kim nə gözləyə bilər? İş mühitinə öyrəşirsən. Ona görə yəni junior olduğun təqdirdə seçimin çox deyil. Ona görə özünü inkişaf etmək, portfolyonu inkişaf etdirmək naminə başlamalısan. Yəni, hardansa başlamalısan. Və başını qaldırasan, görəsən ki, artıq hər hansı bir 1-2 şirkətdə bir layihə görmüsən. Mən demək olar indi planlaşdırmışam bu podkast çəkilişlərində bütün qonaqlara bu sualları verirəm süni intellektlə bağlı. Ümumiyyətlə aktiv istifadə edirsənmi? Yəni development prosesində və s. işdə süni intellekt istifadə edirsənmi? Və nə düşünürsən gələcəkdə? O diri dostlarına ki, bu süni intellekt inkişaf elədikcə mənə birinci yazdıqları bu. Elvin, daha proqramçıya ehtiyac olmayacaq. Birbaşa fikirləşdiklər, bəlkə də arzuları odur ki, proqramlaşdırma sahəsi olmasın. Nə düşünürsən, nə kimi təsir eləyəcək bizə gələcəkdə və ümumiyyətlə istifadə edirsənmi, necə istifadə edirsən? O sözü deyənlər bir növ panika yaratmağa meyilli adamlardır. İstənilən bir vəziyyətdə onu panika halına gətirirlər. Mənə bu sözü Minskdə olanda 2019 ya da 20-ci ildə bir dənə yaxın adam demişdi. Son 5 ilimiz qalıb. Bu 5 il artıq gəlib çatdı. Hələ də işləyirik və digər bir adam var. O da Minskdə işləyir vaxtilə. Deyir, adını demə tanıyacağam. 100% tanıyırsan. Və deyir ki, mənim işlədiyim layihə indi biraz texnoloji olacaq. ASP.NET Forms'da yazılmış 2008-in proyektidir. WebForms'da. ASP.NET WebForms. Və hələ də bug fixingdə məşğuluq. Və bu mümkün deyil dəyişsin. Çox böyük layihədir. Bu Amerika bazarı üçündür. Yəni mənim işim həmişə qarantiyası var, işim var. Elə deyir. Və həqiqətən də bu belə deyək, alətlər, süni intellektin bizə verdiyi alətlər bizim işimizi sadəcə olaraq rahatlaşdırır.
bir işi əvvəl müəyyən vaxtda gördüksə, bu onu tezləşdirəcək. Mən bəli, istifadə edirəm. Son 1 il yarım ərzində gündəlik işimdə onu istifadə edirəm. Fərqli alətlərdən istifadə edirəm və bir məqam var. Əvvəllər açıq-aşkar demirdik ki, biz bunu istifadə edirik. Bizə qarşı tərəf nə deyəcək? Gizlin, elə bil ki, ancaq sən bilirsən, heç kim bilmir də. Və o ki, istifadə eləmirdi, sənə biraz belə şey baxırdı ki, bu nədir? Proqramçılıq erası getdi, adam özü yazar zat. Amma məncə o düzgün deyil. Alətdən istifadə eləmək lazımdır. Əvvəl Google olmayanda kitab gəlib axtarırdıq, səhifələyirdik, tapırdıq. Google gəldi, pis mi olduq? Yox. Stack Overflow gəldi, pis mi olduq? Yox. Hətta skill setə aid idi. Mən onu məsələn bir proqramçı təkcə kod yaza bilməlidir demirdim. Mən əvvəllər deyirdim ki, həm də Google axtara bilməlidir. Bəli. Axtara bilməlidir. Məsələn məndə olub bir nəfər məndən nəsə soruşub. O soruşduğunu Google-a yazmışam. Birinci o Google search-ü kopyalayıb atmışam ki, birinci linkdir. Yəni linkin özünü yox da. Yəni Google sən də bunu eləyə bilərsən də. O yazdığını sadəcə cümləni normal qur. Düzdür biraz sərt olur, amma indi yaxın münasibətim var deyə də incimir. Atıram ki, yəni sənin məndən soruşduğun sualı mən Google-a yazdım. Bu belə yazırlar. Yəni Google search-də nə isə axtarmaq. Mən düşünürəm ki, gələcək üçün bu bir skill olacaq ki, AI tool-dan istifadə etmə qabiliyyəti. Bir mənalı. Bizim məsəl üçün şirkət, müştəri şirkət hackathon keçirdi. Yəni və dəfələrlə tapşırdı ki, xahiş edirəm hamı iştirak eləsin. Burada iki məqsəd var idi. İşçi kadrları hamısını bu süni intellekt alətlərindən istifadəni təşviq eləsinlər və başa düşsünlər ki, bunu artıq mən ChatGPT ilə yazmışam deyəndə utanmasınlar. Yəni standart haldır. Yəni hamı istifadə edir. Açıq-aşkar deyin və lisenziyalı alıblar bu Copilotdur, GitHub-ın. GitHub. Məsəl üçün Visual Studio'da istifadə edirəm. Qoşulmuşam. Konteksti daha tez ona bildirmək olur. Hansı solution'da işləyirsən və qoyulan tapşırığı yazırsan, danışırsan bir növ. Bir növ əvvəllər nə elirdik də məsəl üçün peer programming. Yəni o sənin bir peerin olur artıq. Hə, arxanda oturmayıb, qarşında oturub virtualdır. Okay, nə dəyişdi? Yekunda yazırsan, çoxsu deyir o yazdı. Yox, sənin əgər səviyyən çox yüksək səviyyəli bir kadrsansa, onunla sən danışsan, deyirsən ki, yox, sən məncə fikrin tutursan hətta. Elə deyil və yaxud da mən belə istəmirəm. Məsələni düz başa salmaqsa kontekst budur və dəyişirsən, danışırsan. Əgər yox, sən əvvəllər peer programmingə pis baxmısansa, ancaq özün işləmək istəməmisən ki, bölüşmə mədəniyyətin səndə yoxdursa, bəli, ChatGPT-yə də biraz düşmən kimi baxacaqsan. Hələ də baxırlar, düşmən kimi bax. Mən məsələn aktiv istifadə edirəm. Orada bir neçə proyekt bölməsi var. Hətta belə deyim, şəxsi həyatım da ordadır. Məsələn, gül əkirəmsə, nə bilim, bitki ilə məşğul olmamsa, orada planting bölməm var. Məsələn, şəkillərini vaxt-vaxtında çəkib atıram, baxıram, görüm. O mənə deyir ki, bunu sulamaq lazımdır, bunu belə budamaq lazımdır və s. Eyni şeyi kodda da eləyirəm. Yəni demək olar bütün simple işləri mən hal-hazırda AI-ya gördürürəm. Yerdə qalan o logical bölməsi var, işin özünə aiddir ki, o işi mümkün deyil AI-ya vermək. Yəni demək olar 3 dənə database, alim də bir-birindən xəbəri yoxdur. Yəni database də elə bir müştərinin databasedir ki, sən select yaza bilmirsən ha. Yəni o səviyyədədir. Yəni bunu götürüb hər hansı bir AI tool-a tanıd, o gəlsin orada nəyisə yoxlasın, mümkün. demək olar mümkün. Hələ ki mümkün deyil. Yaxın mən bir 10 ildə o advanced layihələrə AI-ın girib başdan ayağa kod yazacağını düşünmürəm. AI tool'lar var. Məsələn, girib deyəcəksən ki, mənə bu softveranı yaz ver, o sənə hazır verəcək. Amma hal-hazırda in progress-də olan o layihələr var ha. Hansı ki, çox böyük, geniş əhatədədir. Onları mən düşünmürəm. Sadəcə tool olaraq ora girə bilərlər. Yəni girir ora müəyyən bir hissəsini, tutaq ki, image generation, face recognition falan. O bölmələrdə məsələn AI istifadə oluna bilər bir layihənin bir hissəsi kimi. Amma otursun bir layihə yazsa, mən də sənin kimi, yəni düşünmürəm ki, girib onu başdan ayağa yaza bilər. Sən demiş bunu mən 5 il əvvəldən də deyirdilər, hə. Hətta biz EPAM-da olanda Microsoft bir tədbir keçirmişdi, mən orada olmuşdum. Orada McDonald's-da quraşdırmışdılar AI chat, voice chat və AI müştəridən sifarişi qəbul edirdi. Bu hardasa sənə deyim, 6 il, 7 il bundan qabaqçı söhbət.
müştəri onun da səs yazısını bizə audio dinlətdirmişdilər bizə. Çox dəhşət idi hələ o vaxt. Danışıram 6-7 il bundan qabaq adamlar McDonald's-da sifariş qəbul edirlər. Amma hələ də yəni mənim işimi görən yoxdur. Yəni böyük ehtimal sadəcə işimizi yaxşılaşdıracaq. Adaş çox sağ ol. Təşəkkür edirəm sənə. Gəldin, vaxt ayırdın. Məncə xüsusən yeni başlayanlar üçün maraqlı mövzulara toxunduq. Təşəkkür edirəm sənə. Mən təşəkkür edirəm. Ümid edirəm kiməsə faydalı olar və son söz olaraq deyim ki, remote iş sadəcə olaraq ona bir həyat tərzi kimi baxmaq lazımdır və çətinliklər olacaq hər yerdə olduğu kimi. Amma öz təcrübəmdən deyirəm ki, bu ona dəyər. Evdə işləyəndə uşaq gəlib üstünə çıxacaq, təpəyə çıxacaq məsələn. Onun da çarəsi var. Onun da çarəsi var. Oldu, çox sağ ol.